Bağışlayan və mehriban Allahın adı ilə hər vaxtınız xeyir izləyicilər. Haqqa Doğru verilişi yenidən Kon TV efirində sizin görüşünüzə gəlib. Bugünkü mövzumuz Quranda insandır. Bu verilişi biz qeyd etmişdik. Sizlə şəkildə çəkəcəyik. Bu gün o verilişin ikinci hissəsini sizin diqqətinizə çatdırmaq istəyirik. Müzakirə üçün verilişimizə ilahiyyatçı Hacı Babər Rəcəboğlu'nu dəvət etmişik. Hacı, xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür edirəm. Biz təşəkkür edirik. Razı olsun. Cümləmizdən qeyd etdim, Quranda insan haqqında verilişimizin davamını çəkək inşallah sizinlə. Hacı, ilk sual belə olacaq ki, insana verilən ilk məsuliyyət və ziddi nədir? Bu barədə məlumat verərsiniz. Bismillahirrahmanirrahim. Mən verilişin çəkilməsindəki idarə heyətinə və sizlərə təşəkkür edirik. Allah-u Teala bizləri bu verilişlər vasitəsilə insanlara ilahi dinin təbliğində vasitəsi qərar versin və bizləri bunun savabı ilə mükafatlandırsın inşallah. Biz keçən səfər verilişimizdə bu mövzuya toxunduq ki, Quran-ı Kərim çox böyük yaradılış haqqında az yer ayırdığı halda insan haqqında özünə çox böyük bir mövzu ayırır və Quranda çox mövzu insandan bəhs eləyir. Bunun da əsas mahiyyəti ondan ibarətdir ki, Quran insan təlimi və tərbiyəsinin formalaşmasında çox əhəmiyyətli bir kitabdır. Necə insan Allahı tanıtdıran, Allahı varlığı, Allahın qüdrətini göstərən bir nümunədir. Quran-ı Kərim də insanın kim olduğunu ortaya qoyan bir əsərdir. Yəni, məxluq olaraq Quran da, insan da Allah-u Teala'nın əsəridir. Biri kəlam, biri isə yaradılış və qüdrətin nümunəsidir. Biz keçən səfər insan haqqında danışdıq. İnsanın atifələri, insanın xüsusiyyətləri haqqında, insanın şəxsiyyətinin formalaşması haqqında və belə bir cümlə işlətdik ki, insanın şəxsini Allah yaradır, şəxsiyyətini isə insan özü formalaşdırır və material Allahdan, ondan düzəldib ortalığa çıxartmaq isə insandan asılıdır. Bugün o verilişin davamı olaraq qeyd etmək istərdik ki, sizin qeyd etdiyiniz kimi insana verilən ən birinci məsuliyyət ağıldır və onun ziddi isə cəhalətdir. Yəni, insan varlıq olaraq, fizioloji varlıq olaraq ətdən, sümükdən, dəridən ibarət olduğu kimi mənəvi olaraq da fəzilət və rəzalətlərin toplumun özündə cəm eləmiş bir varlıqdır. Bunların üzərinə, hər birinin üzərinə yəni insan içində iki ordu formalaşır. Biri cinayətkarlıqla bağlı olan ordu, biri isə itaətkarlıqla və kamilləşməyə xidmət edən xüsusiyyətlərdən ibarət olan bir ordu. Bir ordunun başında cəhalət dayanır, digər ordunun başında isə ağıl dayanır. Baxın, biz keçən səfər qeyd elədik. Şəriət insanın üzərinə məsuliyyət qoyur. Nə zaman? Həddi buluğa yetişəndə və ağıl sahibi olanda. Həddi buluğa yetişmədikcə uşaqdır deyə onun yetişməsini gözləyir. Ağıl sahibi olmadıqca məsuliyyətdən kənardadır. Yəni, hətta şəriət, yəni, əqli qüsuru olan insanın namaz qılmasını vacib bilmir, oruç tutmasını vacib bilmir, həccə getməsini vacib bilmir, cihada getməsini vacib bilmir. Şəri mükəlləfiyyətlərdən azaddır. Necə xəstəliyi olan bir insan əskərlik çağırışından azaddır? Əqli qüsuru olan adamın əlinə silah vermək olarmı? Niyə? Çünki əql yoxdur, onun istifadə qaydalarını bilmir. Hər bir yaradılmış əşyaların xeyirli və zərərli tərəfi var. Məsələn, bıçaq. Biz onunla alma da soya bilirik, biz onunla adam da öldürə bilirik. Əqlin ixtiyarında olsa, yəni əqlin sahibi olan insanın əlində bıçaq əşyaların doğranmasına, onların insan tərəfindən qidalanmasına xidmət edirsə,
əqli qüsuru olan insanın əlində bıçaq insanlara qətlə səbəb olan bir amilə çevrilir. Deməli, ən birinci məsuliyyət əqildən başlayır. Və İmam Rıza əleyhissalamdan Tuhaful Uqul adında bir kitab var. Kitabın adı Tuhaful Uqul, yəni ağılların hədiyyəsi, ağılların töhfəsi. Kitabın adına bax. Adında bir kitabdır və digər kitablarda da bu barədə qeydlər var. Birinci hədis olaraq qeyd edir ki, Allah ilk olaraq əqli yaratdı. Ona get deyə əmr etdi, getdi, gəl deyə əmr etdi, gəldi və Allah-u Teala buyurdu ki, izzətimə and olsun, sənin kimi sevdiyim bir varlıq yaratmadım. Və sonra cəhaləti xəlq etdi. Ona get deyə getdi, gəl deyəndə isə gəlmədi, izzətimə and olsun ki, sənin kimi asi və üsyankar yaratmadım deyə əmr etdi. Yəni, Tuhaful Uqulda qeyd olunmuş bu hədisə əsasən və digər hədislərə əsasən ağıl, sorumluluq daşıyıcılığına malik olan ən məsuliyyətli bir hədiyyədir Allah tərəfindən insana verilib. Necə valideyn ailədə uşaqların, ailənin bütün məsuliyyətinə sorumluluq daşıdığı kimi, insan təbiətində ağıl həmin valideyndir. Onun ziddi isə cəhalətdir. Əlbəttə, ağlın ordusu var. Səbir, təmkin, elm, düşüncə, təfəkkür, həlimlik, səxavət, bütün fəzilətlərdən ibarət nə qədər cümlə bilirsənsə ağlın ordusundadır. Və nə qədər onların ziddi olacaq, üsyankar xarakterləri bilirsənsə, onlar da cəhalətin ordusundadır. Ona görə Qərb filosoflarının kitablarında insan ən mədəni vəhşidir deyə bir cümlə keçir. Niyə? Çünki insan əqlin daşıyıcılarına tabi olduqca mədəni, cəhalətin və cahilliyin daşıyıcılarına tabi olduqca isə vəhşidir. Bugün insan elə vəhşiliklərlə, dünyada elə vəhşilikləri törədən varlıqların sədasını biz eşidirik ki, biz onun insan olduğuna inana bilmirik. Doğrudan mı bunlar insandılar? Niyə? Onlar sadəcə vəhşidirlər. Onların qabığı insandır. Onların qabığı insandır. Onların dünyası insan deyil. Onların içində mərhəmət olub, onların içində rəhm olub, onların içərisində nəvaziş olub, onların içərisində itaət olub, onların içərisində təfəkkür olub, onların içində sevgi olub, onların içində xoşgörü olub. Bir insan bir insanı öldürməkdən necə həzz ala bilər? Ancaq vəhşi və cahil olduğu zaman. Bu sözün qayıdacağı ilk dünya haradır? Adəm Peyğəmbərin oğlu Habil və Qabildir. Habil daha çox sevilir atası tərəfindən deyə Qabil tərəfindən qısqanılmağa başlanır. Baxın, qısqanclıq cəhalətin ordusundandır. Və nəticə etibarilə bu qısqanclığı müşahidə edən Həzrəti Adəm əleyhissalam bu işin Allahdan olduğunu, Habildə sevilməyə layiq müsbət xüsusiyyətlərin çox olduğu üçün sevilməyə layiq olduğunu, Qabilə sübut etmək üçün deyir ki, hərəniz bir dənə qurban gətirin və kimin qurbanı Allah tərəfindən qəbul olunsa, onun daha çox sevilmə ləyaqəti var, daha çox sevilmə qiyməti var. Adəm əleyhissalamın bu sözündən sonra hər kəs gedir, özünün qurbanını gətirir. Təbii ki, Habilin qurbanı atəş tərəfindən qəbul olunur və yanır, götürülür. Qabil isə gətirmiş olduğu qurbanın qəbul olmadığını gördükdə şiddət daha da artır. Fikir ver, cəhalətin çoxluğu. Şiddət daha da artır. Öldürdüyü qardaşıdır deyə düşünmədən qardaşını öldürür. Quran-ı Kərim bunun haqqında çox incə bir nöqtəyə toxunur. Deyir ki, iki qarğanı onlara göndərdilər. Bir qarğa ilə digər qarğa döyüşdü. Öldürülən qarğanı
ölən qarğanı öldürən qarğa caynaqları ilə qazıb torpağın altına bastırmağını gördükdə Qabil dedi ki, mən nə qədər cahiləm. Baxın, öldürdüyü qardaşını necə dəfn eləməyi qarğadan öyrənir. Cahil budur. Quran-ı Kərimdə Zümər surəsində bir ifadə var. Təxminən Zümər surəsi 17-ci, 18-ci ayələrin içərisindədir. Bu buyurur ki, Bismillahirrahmanirrahim. وَالَّذِينَ اجْتَنَبُوا الطَّاغُوتَ أَنْ يَعْبُدُوهَا وَأَنَابُوا إِلَى اللَّهِ لَهُمُ الْبُشْرَى فَبَشِّرْ عِبَادِ. O kəslər ki, tağutdan çəkinərlər, yəni nə mənada çəkinərlər? Tağuta ibadət etmək mövzusunda. Tağuta və şeytana, şeytan düşüncələrə ibadət etməkdən çəkinərlər. Onlar Allaha doğru yönələrlər. Onlar üçün müjdə var. Ya Peyğəmbər, müjdə ver bəndələrimə. Deməli, tağutdan çəkinərlər. Tağuta ibadət etmək mövzusunda çəkinərlər. Bəzən çəkinərlər sözünü qaçıb başqa yerə getmək kimi başa düşürlər. Yox. Məsələn, 2 nəfər yan-bayan dayanıb, biri məsələn, oğurluq eləmək fikrindədir, biri isə oğurluğun ziddinədir. Onlar ikisi yan-bayandırlar, amma düşüncə etibarilə bir-birindən görə nə qədər uzaqdadırlar. Mövzu budur, çəkinmək deyildikcə bu nəzərdə tutulur. Düşüncələrinə tabi olmazlar onların. Günahkarların düşüncələrinə tabi olmazlar. Çünki ibadətdə axı tabi olmaq. Və Allaha doğru yönələrlər, haqqa tabiçi eləyərlər. Belə insanlara müjdə var. Müjdə ver ya Peyğəmbər. Necə müjdə verir? İndi müjdəni verir dalaycan. Müjdəyə bax. Buyurur ki, "Əllezîne yestemi'ûnel qavle ve yettebi'ûne ahsenehu. Ulaikellezîne hedâhumullah ve ulaike humul ulul albab." O ki, yestemi'ûnel qavle. Sözləri dinləyərlər. İnsan qulağı ilə 2 iş görür. Biri var eşidir, biri də var diqqətlə dinləyir. Dinləmək diqqət tələb eləyir. Dinlədikdən sonra onu süzgəcdən keçirtmək təfəkkür tələb eləyir. Təfəkkürdən sonra o söz ona çatdır və o sözün fayda və zərərini seçir. Faydalıdırsa ona tabi olur, müjdədən danışır. Faydasızdırsa ondan üz döndərir. Bu dinləməkdir. Eşitmək isə bir adam minir avtobusa, görür avtobusda məsələn özündən qabaqda oturanlar başqası ilə danışır. Eşidir. Maşının yanından başqa bir maşın keçir, onun səsini eşidir. Və yaxud da məsələn bu yolla gedəndə metronun səsini eşidir. Səsləri eşidir. Bu səslərin haqqında düşünmək lazımdır. Sadəcə eşidir. Eşitmə insanın ixtiyarında deyil. Və eşitmə mövzusunda insan məsuliyyət daşımır. Dinləmək insanın xüsusi ixtiyarındadır və dinlədikdən sonra ona reaksiya vermək və verməmək insanın ixtiyarındadır. Bundan məsuliyyət var. Ona görə Quran-ı Kərim "Əllezîne yesme'ûnel qavle" demir. Sözləri eşidib onlara tabi olan demir. Sözləri yestemi'ûnel qavle dinləyib yettebi'ûne ahsenehu ona gözəl şəkildə tabi olanlar. Artıq bu sözün əvvəlini deyir, bir də axırını deyir. Sözü dinləyirsən, dinlədikdən sonra təfəkkür edirsən, təfəkkür elədikdən sonra nəticə çıxardırsan, nəticədən sonra gözəl sözdürsə ona itaət edirsən və itaət etdiyin müjdədə bu prosesə bax, hər adam elə bilirsiniz təhlil eləmə qabiliyyətinə malikdir. Hər adam elə bilirsiniz ki, sözlərin içərisindən yaxşıları seçə bilir. Əgər bir insana sözlərin içindən yaxşıları seçmə qabiliyyəti verilibsə, bu insana müjdə verilir. Müjdə budur ki, o insan cəhalətin cümləsi ilə fəzilətin və həqiqətin cümləsini seçə bilir. Çox böyük bir nailiyyətdir bu. Və belə insanlar müjdəyə layiq olandır. Bəşşiril ibad, müjdə ver bəndələrimə deyə Allahın müraciət elədiyi söz budur. Həmin bəndə
sözləri dinləyir və ona gözəl şəkildə tabe olur. Ulaikellezine hadahumullah. Allahın hidayət elədiyi kəslər onlardır. Allahın hidayət elədiyi kəslər onlardır. Və arxasınca gör nə deyir? Və ulaika humul ulul albab. Dərin ağıl sahibləri də o kimsələrdir. İmam Musa İbn Cəfər, 7-ci imamımız Musa Kazım əleyhissalam, Hişam İbn Həkəmə bu mövzuda danışanda belə bir söz işlədir. Deyir ki, ey Hişam, məgər görmürsənmi ki, Allah öz kitabında ağıl sahiblərinə müjdəni sözləri dinləyib yaxşılarına itaət etməkdən qaynaqlandırır? Bu ağlın töhfəsidir. Bəs cəhalətin töhfəsi nədir? Allahın Peyğəmbərindən bircə bu hədis kifayət edir. Yəni, yüzlərlə hədis danışmaq olar, bircə hədis kifayət edir. Kişinin deyir, insanın, biz kişi deyəndə, yəni bu ancaq qadınlara aid deyil, ancaq kişi cinsinə aiddir deyə müraciət deyil. Ərəb dilində, yəni o kəs, o şəxs deyə müraciətə kişi cinsində üstünlük olduğuna görə kişi sözü ilə müraciət olunur. Yəni insana, o kəsə, o şəxsə cahil olmasının əlaməti olaraq bu kifayət eləyər ki, harada nə işdir, gəlib danışır. Niyə? Çünki onu ağlın süzgəcindən keçirtməli idi, layiq olunanı danışmalı idi, layiq olunmayanı saxlamalı idi. Deməli, Allah bizə 2 qulaq verib, bir ağız, 2 eşitdiyini seçib birini danışasan deyə, amma biz sanki 2 ağzımız var, 1 qulağımız, 1 eşitdiyimizin üstünə birini də qoyub ikisini danışırıq. Bu cahilliyin əlamətidir. Və necə ki, xəstəliyin əlamətləri var, əli tutursan bir adamın sifətinə görürsən ki, istidir, deyirsən ki, bunun bədənində hərarət var. Gözünün altı qaralıb, deyirsən ki, bunun bövrəklərində soyuq dəymə var. İnsan daxilindəki xəstəliklərin, insan zahirində əlamətləri təzahür elədiyi kimi, insanın mənəvi xəstəliklərinin də zahirdə əlamətləri var. O da nədir? Məsələn, bir insanın namussuz olması üçün bu kifayət eləyər ki, yanından keçən bütün qadınlara pis gözlə baxır. Namussuz olmaq içərdədir. Onun əlaməti çöldə nədir? Başqasının namusuna pis gözlə baxmaqdır. Cahilliyin əlaməti odur ki, başqasından bir söz eşitir, gətirir, onu da üstünə birini qoyur, başlayır danışmağa və yaxud da onun özünü danışır. Heç o danışmaq olar, olmaz, ağlın süzgəcindən keçirtmək lazımdır. Keçirtmədiyi üçün cahilliyin əlamət daşıyıcısına çevrilir. Peyğəmbər buyurur ki, kifayət eləyər bir insana onun cahil olduğunu sübut etmək üçün ki, eşitdir, nə eşitir, gəlir o danışır. Onu araşdırmır. Hacı, ağıl və cəhalətin arasında münasibətləri necə tənzimləmək var bəs? Əslində, əxlaq alimləri bu mövzuda xüsusi kitablar yazılıb. İslamda təlim, tərbiyə adı altında, İslamda ağlın rolu adı altında, İslamda cahillikdən və nəfsin istəklərindən qorunmaq yolu adı altında çoxlu kitablar var. Və bu kitabların birində belə bir ifadə var. Buyurur ki, nəfs öz başına buraxılmadan, ağlın ixtiyarına verilməklə və ağlın tərəfindən tabiçilik göstərmədikdə cəzalandırılmaqla islah oluna bilər. Cəhalət dediyimiz kimi, cəhalət yəni qaranlıq. Ağıl yəni işıq. Yəni bunlar tam bir-birinin ziddidir. Bunların hər birinə ehtiyac var. Məsələn, insan dincələrkən qaranlığın olmasına ehtiyac var.
qaranlığın olmasına ehtiyac var. Amma insan oxumaq üçün, yazmaq üçün qaranlıqdan istifadə edə bilməz. Deməli, insan həyatında nəfsə ehtiyac olmasa idi, Allah nəfsi xəlq eləməz. Nəfs, yəni istəmək. Yemək də istəməkdən keçir, içmək də istəməkdən keçir, yatmaq da istəməkdən keçir. Ailə qurmaq üçün sevgi də istəklərdən keçir və ailədə evladın istəyi nəticəsində, sevgisi nəticəsində zəhmətə qatlaşmağa da istəkdən keçir. Valideyn razı olur. Niyə görə? Çünki evladının xoş üzünün, gülüşünü görsün deyə gecəni oyaq qalmağa, işləməyə, onlar üçün çalışmağa hazır olur. Nəfsə ehtiyac var. Nəfsi öz başına buraxmaq olmaz. Yəni, kimi gördü istəsin, nəyi gördü istəsin, harada nə varsa o mənim olmalıdır deyə həmin adamın haqqına təcavüz etsin, bu nəfsin öz başına buraxılmasıdır. Artıq ağla ehtiyac var. Nəfs istəklərlə dolu olan bir körpədirsə, ağıl onun əlindən tutan valideyndir. Əgər nəfs öz başına olsa, sürətlə gedən maşının ona vuracaq zərbəsindən xəbəri olmadan yola qaçar, ağıl onun əlindən tutub saxlayır. Ki, bura getmək olmaz, ora getmək olmaz, bundan istifadə eləmək olmaz, olmaz və olar. Onların nəfs hərəkətə, ağıl isə onun istiqamətinə riayət edir. Deməli, müdrik tərəf ağıl, icra tərəf nəfsə qalıb. Biz Həzrəti Əli əleyhissalamdan nəql olunmuş bir mübarək hədisdə belə bir ifadəni müşahidə edirik. Deyir ki, cavanın hünəri, ağsaqqalın nəsihəti necə xoşuma gəlir. Yəni, nəsihəti ağsaqqaldan alacaq, cavan icra eləyəcək. Yoxsa, məsələn, 15-20 yaşında dünyanın gedişatı haqqında heç nəyə bilməyən, saçında, saqqalında təzə tük çıxmağa başlayan adam özündən bir ömür yaşamış ağsaqqala ağıl öyrədir. Nəyi öyrədirsən ki, sənin özündə o yoxdur? Bugün ictimaiyyətdə, cəmiyyətdə, sosioloji problemlərin yaranmasında cəhalətin hakim olması, ağlın susqun qalması səbəb olub. Əslində, ağıl hakim olmalı idi, cəhalət itaətkar olmalı idi. Yəni, 10 dənə cahili bir ağıllı idarə eləyirsə, idarə edən ağıllıdırsa, orada problem yaranmaz. 10 dənə ağıllının başında bir dənə cahil dayanıbsa, orada mütləq fitnə yaranar. Bugün dünyada və cəmiyyətlərdə döyüşlərə səbəb olan, müharibələrə səbəb olan məsələ ağıl deyil, cəhalətdir. Onlar arasında münasibəti ustadlar bu şəkildə deyir. Nəfsə nələri etmək lazımdırsa ağıl tərəfindən öyrədilir. Nəfs ondan qırağa çıxsa, ağıl onu cəzalandırır. Məsələn, nəfs sübh namazına durmaq istəmir. Mən bir dindar kimi bunu qeyd edirəm. Əlbəttə, başqa mövzularda da misal çəkmək olar. Ağıl, yuxudan ayılanda sübh namazına qalxmayan dindarı 2 rəkətin əvəzinə 12 rəkət namaz qılmaqla cəzalandırır. Nəfs orucunu qəsdən yeməyə istəyir. Ağıl onu 60 gün cəzayla cəzalandırır. Nəfs ikinci dəfə belə bir cəzaya əziyyət çəkir axı bu bədən. Bədəni əziyyətə salmaqla bədənə nəfsi istəklərin yox, əqli istəklərə tabiçiliyi tələb eləyir ağıl. Bu prosesdə ağıl nəsihət edici, nəfs isə icra edici orqan. Olarsa, insan fəsadlardan kənarda qalar. Yox, əgər əksinə icra edici orqan, cəhalət, itaət edən orqan ağıl olarsa, o zaman hər iş tərsinə çevrilməyə başlayar. Bəs, Hacı, bunları inkişaf elətdirən nədir? Əqli nə inkişaf etdirir, cəhaləti nə inkişaf etdirir? Əqli ilk inkişaf elətdirən, yəni əqlin ordusundakı ilk sərkərdə elmdir. Əl-elmu nurun, Peyğəmbər buyurub, elm işıqdır. Elm işıqdır.
əqlin düşüncələrinə işıq açır, yol göstərir. Əql nəticəni vermək üçün biliklərə ehtiyacı var. Fikirləşmək, təfəkkür etmək, bunlar mütləq bilgidən qaynaqlanır. Bilgidən istifadə edib fikirləşirsən ki, mən bu işdə necə qərar verim? Nə qədər ağıllı olsun, həmin mövzuda biliyin olmasa, sənin vermiş olduğun qərar həqiqətə səni qovuşdura bilmir. Ona görə də necə ki, qılıncı itiləmək lazımdır, daha yaxşı kəssin deyə, əqlin itilənməsi, cilalanması elmdən qaynaqlanır. Əqli daha yaxşı inkişaf elətdirən amillər elmdir. İlk olaraq elmdir. Və elmdən sonra təfəkkür əqli neynir? Nəticələrə və təcrübələrə çıxardır. Və təcrübələrdən əldə olunan nəticə insan üçün böyük nailiyyətdir. Sual edirlər, ağıllı insan kimdir? Deyir ki, səhvlərindən ibrət götürən insan. O zaman sual edirlər ki, bəs dahilər kimdir? Deyir, o, başqasının səhvlərindən nəticə çıxardır, heç özü səhv eləmir. Onlar dahidir. Yəni, biri var ki, mən bugün dərsə getməmişəm, müəllim məni 2 yazıb, qayıb yazıb və bu qayıb mənim üçün universitetin birinci ilində bir çətinlik yaradıb, mən bundan nəticə çıxardıram, 2-ci dəfə dərsdən qalmıram. Bir də var ki, mənim yanımda başqasının qaybına görə çəkdiyi əziyyəti görürəm və mən heç vaxt dərsdən qalmıram. Ağıllı insanla dahi insanın fərqi buradadır. Cahil isə öz cəhalətini nələrlə artırır? Pis vərdişlərlə. Baxın, bu günlərim valideynlər, evladların telefonda olan oyunlardan qutara bilmirlər. Və bu oyunlar millətin düşünməsinə mane olmaq üçün düşünülmüş şəkildə yaradılmış pis vərdişlərdir. Yəni, oyunlarda nə qədər oyunlar ortalığa çıxdı ki, o oyunların təsiri altında cavan-cavan uşaqlar özlərinə qəsd elədilər. Dövlət artıq məsələyə qarışdı ki, bu oyunları yığışdırmaq lazımdır. Niyə? Çünki bu pis vərdişlər cəhaləti artırmaqla məşğuldur. Orada nədən söhbət gedir? Kim kimi birinci öldürəcək? Kim kimi birinci yaşadacaq düşüncəsi yaddan çıxıb. Kim kimə görə xidmət eləyib, nailiyyət əldə edəcək. Biz uşaq vaxtı Sovet hökumətinin dövründə kitabları nə oxuyurduq? Görürdük ki, yolun ortasından bir qoca qarı keçir. Bu oyunda pioner qalstuku olan bir adam yaxınlaşdı, onun qolundan tutdu. Yolun qırağını keçirtdi. 2-ci, 3-cü sinif şagirdlərinə öyrədilən dərslər idi də bu. Başqa yanındakı şagird ondan soruşdu. Nənəndir? Deyir, xeyr. Qohumundur? Deyir, xeyr. Sadəcə yaşlı insanlara hörmət etmək bizim borcumuzdur. Biz uşaqlıqda bunu öyrənirdik. İndi onun yerinə başqa oyunlar çıxıb ortalığa. Həmin oyunlar körpələrin, uşaqların beyinlərində mən də 30 qəpik verirəm, o da 30 qəpik verir. Əcəb eləyirəm, durub o niyə yer verməliyəm deyə bir cümlə ilə nəticələnir cavanların, ağsaqqallara, metrolarda və avtobuslarda hörmətsizlikləri. Cahilliyin vərdişləri, pis vərdişlər cahilliyi inkişaf elətdirir. Elm və bilik üzərindəki bəhslər, mübahisələr, viktorinalar, ondan sonra müəyyən mühazirələr əqlin inkişaf elətdirir. Əqlin öz inkişaf yolları var, cəhalətin öz inkişaf yolları var. Və bunlar insan şəxsiyyətini formalaşdırmaq üçün əhəmiyyətli mövzudur. Və biz bu günlərim Zümər surəsinin 17-ci, 18-ci ayəsində nədən misal çəkdik? Əl-ləzinə yəstənibunə tağuta ən ya'budahu. İbadət etmək mövzusunda tağutdan çəkinib, yəni tağut burada artıq pis vərdişlərin başı deməkdir. Pisliklərin, cahilliklərin, cəhalətin, spekulyasiyanın, möhtəkirliyin, bilmiş insanları istismar edən nə qədər zülmlə bağlı olan cümlələr varsa, sözlər varsa, hamısı tağutun içindədir. Toplum olaraq onun adını qoyublar, pisliklərin atası, cinayətin atası,
xəyanətin atası, oğurluğun atası. Bunların hamısı tağutun içində yığılıb, o kəslər ki, pisliklərə tabi olmaqdan çəkinirlər və Allaha doğru yönəlirlər. Onlar üçün müjdə vardır. Ya Peyğəmbər onlara müjdə ver. Kimdir o kəslər? Sözləri diqqətlə dinləyib, təfəkkür edib, ona gözəl şəkildə tabi olurlar. Onlar Allah tərəfindən hidayət olunmuş şəxslərdir və məhz ağıl sahibləri də onlardır. Deməli, insan Quranda mövzu olaraq, birinci bundan mövzu götürürük ki, Zümər surəsindəki bu ayə ağıl mövzularını inkişaf elətdirir. Və biz deyirik ya, bilməm, Quranda hər şey var. Bu cürlə hər şey var. Yəni, Quran mövzu verib ki, ağılın sözünə qulaq asın. Dəqiqə başı deməyib ki, məsələn, cəmaat küçədə maşın sürür. Məsələn, şüşəni sındırıb yola tökmək olar, yoxsa yox, bunun Quranda hökmü var, yox, hökmü yoxdur. Amma Quran deyib ki, ağla qulaq as. Gör, ağıl nə deyir? Olar, olmaz. Ağıl deyir, olmaz. Bu cürlə Quran-ı Kərimin itaətləri, Quran-ı Kərimin mövzuları ilə insan Quranda tərbiyə mövzularını yaşamış olur. Ona görə də nəfsin istəkləri, əqlin istəkləri mövzularında əqlə aid olan cümlələr, nəfsə aid olan cümlələr insanın tərbiyə olunmasına çox vacib mövzudur və Quran bu mövzuda insan təlimi üçün kifayət qədər bizim əlimizə materiallar verir ki, insanlar ondan istifadə etsinlər və cəmiyyətlər tərbiyə olunsunlar. İnşallah biz də bunu mütəmadi olaraq, silsilə şəkildə olaraq araşdırarıq, izləyicilərimizin diqqətinə çatdırarıq. Çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olun. Çəkmiş olduğunuz zəhmətlərin də mükafatını Allah-u Teala sizlərə nəsib eləsin və bu verilişlərdən cəmiyyətimiz də və insanlıq da Quran-ı Kərimin tərbiyəsi ilə hidayət olunmaqla nəticə çıxartmaqda müvəffəq olsunlar inşallah. İnşallah. Çox sağ olun. Belə izləyicilər, Quranda insan haqqında mövzunun ikinci hissəsini sizin diqqətinizə çatdırdıq. Mövzuda bağlı verilişimizə ilahiyyatçı Hacı Babək Rəcəboğlu'nu çağırmışdıq və inanırıq ki, mövzu sizin diqqətinizi çəkdi və belədirsə bizim əlbəttə ki, YouTube kanalında verilişimizi bəyənin və paylaşmanız həm İslam dinində, həm də bizə dəstək olacaq. Sizə mən Pərvin Rəhimli idim. Növbəti həftədə görüşmək ümidi ilə Allah'ın amanında sağ olun.